73-cü sual qayıdış əvəzlikləri ilə bağlıdır. Demək, burada my sister cleaned her room qadın cinsidir. Bacım otağını təmizlədi. Himself ola bilməz. Him kişi cinsini bildirir. Yourself. Yourself-i qarşıdakı şəxsə müraciət edərkən, yəni xitab edərkən istifadə edirik. Ourselves biz özümüz, yourselves siz özünüz. Burada herself, çünki üçüncü şəxsin təkini bildirir. Bacım otağını özü təmizlədi. Doğru variant I variantı. 74-cü sual article-la bağlıdır. British are fond of having tea with milk. Demək, bəzi millət adları cəmdə işlətmək üçün, adlarını cəmdə işlətmək üçün biz onları the article ilə işlədirik. Yəni, sonuna s cəm çəkilsə artırmadan. Bunlardan biri də Britishdir. The British, yəni Britaniyalılar çayı, südlü içməyi xoşlayırlar. Tea və milk, burada have tea with milk sayılmayan isimdir və bunların qarşısında article işlənmir. Doğru variant C variantı. Demək, 75-ci sualda choose the correct variant. Burada kəmiyyət bildirən sözlərlə bağlıdır. The children spent only hours in the zoo. Deməli, hours burada cəmdədir. Cəm ismin qarşısında və burada only sözü var. Demək, cəm ismin qarşısında hansı kəmiyyət bildirən sözü işlədə bilərik və only-dən sonra hansı kəmiyyət bildirən sözü işlədə bilərik, bunu bilməliyik. Demək, cəmin qarşısında a little işlədə bilmərik. Bu sayılmayan isimlərlə olur. Few, only-dən sonra few cəm ismin qarşısında olar. Lakin only özündən sonra ya a little və ya a few tələb edir. Few burada B variantında few-nun qarşısında article yoxdur. Ona görə bir də səhvdir. Burada doğru variant C variantıdır. C variantıdır. Yəni, the children spent only a few hours in the zoo. Hours'ın qarşısında a few işlənə bilər və only-dən sonra qarşısında article olan kəmiyyət bildirən söz, yəni a few və ya a little işlənir. Burada da hours cəm isim olduğuna görə a few işlədə bilərik. D və I variantları da burada yanlışdır. 76-cı sual yenə də əvəzliklərlə bağlıdır. My cousin's car is very luxurious. Deməli, mənim kuzenimin maşını çox dəbdəbəlidir, qəşəngdir. Demək, yiyəlik halı bildirən əvəzlik qoymaq lazımdır burada. Cousins'ın yerinə. Cousins da oğlan da ola bilər, qız da ola bilər. Yəni, burada cinsiyyət göstəricisi yoxdur, cins göstəricisi yoxdur. Ona görə də 1 və 2-ni bura daxil edə bilərik. Yəni, ikisi də doğrudur. His car is very luxurious və ya her car is very luxurious. Ours, yours işlədə bilmərik, həm də ona görə ki, ours, yours özündən sonra isim tələb etmir. Burada gördüyümüz kimi, yiyəlik haldan sonra car isim tələb olunub. Yəni, bu yiyəlik əvəzliklərinin ours, yours müstəqil işlənən formalardır. Onlardan sonra isim işlədə bilmərik. 77-ci sual yenə də kəmiyyət bildirən sözlərlə bağlıdır. Was there honey in the jar? Honey sayıla bilməyən isimdir, bal. Demək, biz burada avtomatik olaraq few və very few variantlarını, punktlarını çıxırıq. Çünki bunlar özündən sonra cəm isim tələb edir. Much, a little burada doğru olacaq. Was there much honey in the jar? Və yaxud da was there a little honey in the jar? Bankada çox bal var idi və yaxud da bankada az bal var idi kimi tərcümə edirik. Birinci və ikinci punktlar burada doğru işarə eləmədim. Birinci və ikinci punktlar burada doğrudur.